Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala men la nebiyye ba'dahu amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, Allah Azze ve Celle'nin izniyle namazın təzimi dərsləri davam edir. Kanalda keçmişik bu iki dərsin. Allah Azze ve Celle'nin izniyle bu üçüncüsüdür. Ümumiyyətcə, ilk olaraq hamımız üçün bir xatırlatma eləyək. Həm köhnə dərslərimizi yəni təkrar babından, həm də ki yəni hər kəsin məsələdən yəni ümumi olaraq anlayışımız olsun deyə. Deməli, ümumiyyətcə, həmişə dərslərdə onu qeyd edirəm. Bax, bu məsələni xüsusən hamımız elə ki, nəzərdə saxlayaq ki, Allah Azze ve Celle bizə iman verib də, iman neməti. Yəni, iman neməti elə bir şeydir ki, yəni insanın qəlbinə daxil olanda Allah Azze ve Celle'nin izni ilə, yəni onun qarşısındakı ən əziz insanı olsa belə, əgər o Allahın düşmənidirsə ona düşmən olur. Yəni insanın nə qədər zahiri gücü zəif olsa belə, o insanın qəlbinə daxil olanda aşırılmaz bir şeylər onun üçün nə olur? Asanlaşır. Baxın, sahabələrin həyatına baxsaq, görərsiniz ki, baxın, yəni Musab ibn Umeyr kimi sahabə, yəni nə oldu ki ona? Ən zəngin sahabə, iman onun qəlbinə daxil olduğu zaman nə oldu? Dünya onun qəlbində heç nə oldu. Öləndə ilə kəfən belə tapılmadı. Baxırsan ki, nə? Sahabələrə baxırsan ki, onlar nə edirlər? Yəni, çoxsu bədəndən zəif adamlar olublar. Yəni, görürsən ki, içində güclülər olubdur. Yəni, lakin müşriklərin qabağına onlar necə çıxırlar? Qorxmadan, ölməkdən qorxmadan. Yəni, xülasə olaraq, iman ümumiyyətlə elə bir şeydir ki, insanın qəlbinə Allah Azze ve Celle tərəfindən qoyulan bir şeydir. Və bu qəlbə daxil olanda sanki ölü cəsədlə diri cəsədin fərqi olur. Yəni, necə ki, ruhsuz bədən nətər olur, imansız insanın da misli o meyit kimidir. Amma insanın qəlbinə iman daxil olduğu zaman, yəni o canlanır, həyat gəlir ona. Və ümumiyyətlə, bax, bu iman, İnsan Allah Azze ve Celle'ye asilik etdikcə azalır, itaət etdikcə artır. İndi gətirəcəyimiz dərsimizin mövzu ilə nə əlaqəsi var, indi deyəcəm. Yəni, xülasə olaraq, Allah Subhanahu bizə verdiyi imanın tərifi nə deyirik biz? Dillə demək, qəlblə təsdiqləmək, zahiri əzalardan onu izhar etmək. Bax, bu üç yerdə Allah Azze ve Celle'nin əmirləri və qadağaları var. Dildə, qəlbdə və zahiri əzalarımızda. Yəni, insan bu üç yerdə Allah Subhanahu itaət və asil eləyir gün ərzində. Baxın, indi bizim halımız nədərdir? Və bu insanın imanına oradan təsir gəlir. Çünki əmirləri və yəni yerinə yetirməyən insan asil eləyir, günahdır, bu da təsir eləyir. Və eynən də bu şeylər harada var? Qəlbdə də var. Bəzən insan zahirən Allah Subhanahu əmrlərini yetişdirir. Nəfər ki, biz görürük, cəmaat içində qardaşdır, namaz qılır, hər şey əladır. Lakin qəlbini unutduğuna görə görürsən ki, nədir? O qardaş günlərin bir günü getdi. Niyə? Çünki qəlb məsələsində nədir? Zahiri ilə maraqlanmışdır, daxili ilə yox. Böyle insan həm qəlbi ilə, həm zahiri ilə, həm əzaları ilə, dili ilə hər bir yerdə Allah Azze ve Celle'nin əmr və qadağalarını bilməlidir. İndi gəlir ki, burada Allah Azze ve Celle'nin bizim mövzu ilə nə əlaqəsi var idi bunun? Baxın, insana Allah Azze ve Celle bütün iman gətirdikdən sonra, La ilahe illallah deyəndən sonra ilk əmr etdiyi şey nədir? Bütün peyğəmbərlərə namazdır. Ona görə də şeyx burada gətirir, həqiqətən də Allah Subhanahu deyir, insana vacib etdiyi ən böyük vaciblərdən böyük nədir? Namazdır. Yəni, namaz qulla Allah Subhanahu qulun arasında olan bir rabitədir. Yəni, əgər bir insan deyir, Allah qatında dəyərinin hansı səviyyədə olduğunu bilmək istəyirsə, geçsin namazına baxsın. O nə cür namaz qılırsa, namazından onun hansı payı varsa, nədir? Onun da qədri o qədərdir. Əgər deyir ki, şeyx gətirir ki, burada, əgər bir insan namazına qarşı laqeyddirsə,
Allah Subhanahu taalanın digər fərzlərinə qarşı onun ehtimam göstərməsi nədir? Ağla gələsi şey deyil. Çünki ilk olaraq, baxın, namaz nə istəyir insandan? Pul istəyir xərcləməyə? Yox. Səndən başqa bir şey istəmir ki, Allah Subhanahu taalanın qarşısında haqqı ilə ibadət etmək istəyir. Əgər sən heç bir maddiyyət, heç bir başqa sənə xoş gələn bir şeyləri xərcləmədən bu ibadəti Allah Azza və Cəllənin qarşısında haqqı ilə eləmirsənsə, deməli, pul tələb eləyən, vaxt başqa bir şeylər tələb eləyən ibadətləri sən ümumiyyətlə yerinə yetirməkdə səhlənkarlıq eləyirsən. Ona görə də alimlər bir qayda qoyanda onu elə-belədən demirlər. Deyirlər, bax, sənin İslama qarşı qəlbində olan rəğbət namazına olan rəğbətin miqdarındadır. Çox deyə bilərsən ki, biz İslamı sevirik, biz müsəlmanıq, lakin bizim Allah Azza və Cəllə bizi əmr etdiyi namazla aramızda olan rabitəyə, yəni o meyyarda nədir? Yəni sənin həmən dinə olan rəğbətin var. Əgər sən həqiqətən də Allah Azza və Cəllə onun dininə, onun peyğəmbərinə ehtiram və rəğbətin varsa, Peyğəmbər sallallahu aleyhi və səlləmin necə ki, keçən dərsdə dediyimiz kimi son vəsiyyətinə baxın. İnsanın ölüm anında övladı, mirası, hər şey yadına düşər də. Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Əs-salə, əs-salə, namaz, namaz. Ümmətini son anda görür namazlarla, vallahi ölüm anında. Həmən o xəstəlikdən həmən gün ölür. Pərdəni aralıyır, baxır, nə edir? Təbəssüm edir Rasulullah sallallahu aleyhi və səlləm. Fərəhlənir, yəni ümmətini orada görür. Yəni biz həmən Peyğəmbərin ümmətindənik. Və biz nə qədər Peyğəmbər sallallahu aleyhi və səlləmin vəsiyyətini yerinə yetirməyə səy göstərəcəyik, Allah Azza və Cəllə o qədər bizə bərəkət verəcək. Baxırsan, bugünkü gün, qardaşlar, hamımıza aiddir, vallahi, namazlarımızda olan səhlənkarlıqlar nə qədərdir? Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, bu dindən ilk qaldırılan nədir? Əmanət olunacaqdır. Əmanət ilk qaldırılan bir şey olacaqdır bu dindən. Sonda qaldırılan isə namaz olacaqdır. İndi görün biz hansı haldayıq ki, yəni namaz bizdən qaldırılacaq. O nə deməkdir? Yəni bir şeyin sonu getdisə, deməli onun ümumiyyətlə əsli getdi. Yəni məsəl üçün, qabağında 10 nəfər adam gəlir, deyirsən qapıdan daxil ol bir-bir. Axırıncı daxil olana nə deyirsən? Gəldi də axırıncı bitdi, tamam. İndi çıxanda nə deyirsən? Axırıncı çıxdısa artıq hamı çıxdı. Yəni əgər bu dindən axırıncı çıxan namazdırsa, deməli bir insanın namazı yoxdursa, onun dindən nə pay olur ki? Ona görə də baxırsan hökm məsələsinə, alimlər bu məsələdə ixtilaf ediblər. Bizim mövzumuz o deyil. Lakin bir müsəlmanın düşünməsi ki, bax qardaş, namaz haqqında alimlər ixtilaf edib. Biri bu cür deyib, biri bu cür deyib. Səni düşündürməlidir ki, bax bu şeylər var ha, hardan başlayıbdır? Elə insan var, ümumiyyətcə namaz qılmır. Elə insan var, namazı qılıb tərk edib. O namazı qılıb tərk etməyin ilk addımları hardan başlayır? وَلَا تَتَّبِعُ خُطُوَاتِ الشَّيْطَانِ Şeytanın addım izləri ilə getməyin. O birdən-birə gəlib sənin fərzlərinə girişmir. Səni birdən-birə fərz namazlarından səni ayırmır. Addım-addım. İlk olaraq sənə nafilələr ağır gəlməyə başlayır. Görürsən vitir getdi. Görürsən duha sana ağır gəlir qılmaq. Artıq görürsən filan nafiləni sən ağır gəlir sana namaz. Əslində burada sən düşünməlisən. Və sonra da nə olur? Yavaş-yavaş sənin fərzlərinə gəlir, girişir. Və bir gündə görürsən ki, artıq fərzi də qılmırsan. Allah qorusun o gündən. Yəni səbəb nədir? İnsanın qəlbində namazın qədrinin olmamasıdır. Dəyəri düşür qəlbində. İnsan elədiyi ibadətin mahiyyətinə varmır. Ona görə də yəni nə edir insan? Yavaş-yavaş yəni o birinci insanın namazının nəyə gedir? Xuşusu gedir. Namaz artıq ona adi bir yəni sadə zahiri əməllərə çevrildikdən sonra artıq nə olur o? Quru odun kimi olur. Yəni bir şey ruhsuz cəsəd kimi olur. Günlərin bir günündə
özü də bezir. Ləzzət ala bilmir namazından. Çünki nəyə görə? Çünki namazda olan, baxın, namazda olan özə gedib. Yəni namaz, Allah Azze ve Celle Musa Aleyhisselam'a Taha suresini əmr edir ki, وَاَقِمِ الصَّلَاةَ لِذِكْرِ Məni xatırlamaqdan ötəri namaz qıl. Yəni namazdan əsl qayə nədir? İnsanın Rəbbini xatırlamasıdır, zikr etməsidir. Və namaz bütün zikirlərin əfsəlidir. Səbəb də nədir? Bütün orada zikrin növləri cəm olduğuna görə. Dillə Allah Subhanahu zikr etmək, qəlblə Allahı zikr etmək, əzalarla onun qarşısında zəlil olmaq və buna görə də namaz əzəmətli bir ibadətdir. Və görürsən, insan bu şeylərin fərqinə varmır, qəlbdən xuşu gedir. Nə qalır? Namazın zahiri əməlləri qalır. Və bir gün də görürsən, artıq özü ləzzət almadığına görə bezir o ibadətdən. Allah qorusun. Ona görə də, yəni, insan birinci bilməlidir ki, namazın Allah qatında olan dəyəri nədir? Allah Subhanahu taala bunu bizə əmr etməklə əslində bizə bir minnət qoyub, bizə bir nemət verib. Çünki baxın, qardaşlar, hansısa bir başçının qəbuluna gedə bilərsən, gidib nə qədər, neçə gün, hansısa prezidentin qəbuluna yazılır. Aləmlərin Rəbbi gündə 5 vaxt sənin huzuruna çağırır. Hər birimizi. Çağırır ki, qulum, gəl təmizdən, məndən istə. Biz də gəlirik o namazda, yenə də bu, nədir? Problemlərimizi xatırlayırıq. Allahı yox, problemlərimizi zikr edirik. Bu da nədir? İnsanın getdikcə qəlbinin ölməsinə aparıb çıxardır. Və burada bir dənə də qeyd etməli şeylər var. Şeyx burada gətirir ki, həqiqətən də deyir, insanın 2 dənə əzəmətli duruş yeri var. Onun biri bu dünyadadır. İkincisi də ahirətdədir. Yəni, kimin deyir bu dünyada durduğu məqam düzgün olarsa, qiyamət günü olan duruş asan olacaq onun üçün. Kimin burada olan qiyamı səhlənkarlıq və yaxud da düzgün olmazsa, orada elə bil nədir? Duruş çətinləşir. Biri burada Allahın qarşısında durduğu namazdır, ikinci də qiyamət günü Allahın qabağında verdiyi hesabdır. Yəni, kimin burada Allah Subhanahu taalanın qarşısında olan namazı dəyərli, ərkanlarına, vaxtına, sünnətlərinə, vacibatlarına, şərtlərinə riayət olduğu halda yerinə yetirərsə, o qədər də qiyamət günü olan hesabı xəfifləşəcək. Yəni, İmam Tirmizi Rahimahullah'ın rəvayət etdiyi hədisləri gətirir ki, həmçinin Nəsainin, deyir ki, deməli, Hureys ibn Qabisədən, Rahimahullah'dan deyir ki, daha doğrusu, Rahimahullah'dan deyir ki, mən deyir, Mədinəyə gəldim və Allah Azze ve Celle'dən istədim ki, ya Rab, məni deyir, elə bir, yəni, kəsə yoldaş et ki, salih bir insan olsun. Yəni, mənə təqvanı öyrətsin, səni öyrətsin. Baxın, Allah Subhanahu taala'dan sələflərin istəməyinə baxın, bir yerə gedir. Məsələn, bir rəvayətdən çalışın həmişə çoxlu faydalar çıxartmağa. Yəni, çoxlu fayda çıxartmağı elə bir ki, o belə deyək ki, başı işlətdikcən, baş daha çox şeyləri qavramağa başlayır. Amma işlətmədikcən kütləşən bir şeydir. Ona görə hamımıza da, misal üçün, belə gəldisə bir rəvayət, ki, oradan faydalar çıxartdıqca insanın beyni inkişaf edir. Sabahsı gün başqa bir hədisdən cəmaat 1-2 dənə şey tutanda sən 15 dənə fayda çıxardırsan. Bir insan, baxın, sələfdir, gəlibdir, Mədinəyə gəlibdir. Onun ilk gələn yerdə nədir? İlk olaraq istədiyi şey nədir? Allahım, mənə yaxşı yoldaş nəsib et ki, ondan faydalana bilim. Çünki o bilir ki, Allah Azze ve Celle, yəni bütün şəhərlərin və məkanların da Rəbbi Allahdır. İstəyəndə yalnız Allahdan istəmək lazımdır. Onları dərk ediblər. Və gələndə birinci Allahdan istəyir. Sonra deyir ki, fəcələsü ilə Əbi Hureyrətə və deyir, Əbu Hureyra radiyallahu anhına ona yoldaşlıq etdim. Oturdum onun yanında. Yəni ondan elm tələb etmək üçün.
Və ona dedim ki, ey Abu Hureyra, həqiqətən mən bura gələndə Allah Azza və Cəllədən sizə nə deyir? Salih bir dost istəmişdim ki, ondan faydalanmaqdan ötəri və o da deyir, mənim qarşıma səni çıxartdı. Deyir, mənə elə bir hədis örgət ki, Peyğəmbər sallallahu aleyhi ve sellemdən eşitdiyin ki, ola bilsin ki, Allah subhanahu ta'ala onunla mənə fayda versin. Və Abu Hureyra radiyallahu anhu deyir ki, mən Allah elçisi sallallahu aleyhi ve sellemdən belə dediyini eşitdim ki, həqiqətən də insanın qiyamət günü ilk hesaba çəkildiyi şey nədir? Namazdır. فَاِنْ صَلَحَتْ فَقَدْ əfləhə وَاَنْcə. Deməli, baxın, əslində bəlkə də xəfif gələr də, bu eşitdiyimiz hədisdir. Deyir ki, ilk olan qulun hesaba çəkildiyi şey namazdır. Əgər o ona fayda versə, doğru düzgün olsa, nədir? Nizat tapdı. Qurtuldu. Deyir, əgər deyir, onun namazı ona fayda vermədisə, digər əməllər də deyir, getdi. İndi baxın, bu hədisdən yəni, gələn faydaya baxın, insanın namaza qarşı olan, aleykümselam və rəhmətullah, yanaşması nətər olmalıdır? Sənin namaza yanaşmağı nətər olmalıdır? Deməli, mənim digər əməllərim var, ha? Bax, bu namazın üzərində ratib olunubdur. Yəni, tərtib olunubdur. Deməli, əgər bu fayda versə, digərlərdə fayda verəcək. Verməzsə, nədir? O birlərin də mənə nədir? Faydası yoxdur. Ona görə də namaza insanın durmasının, yəni məsələyə yanaşanda namazda olan fikir də düzəlir. Yəni, sən, biri var ki, namazın vaxtı gəldi, tez qılın, boynundan vacibatı düşsün. Bir də var nədir? Yəni, sən ona başqa cür yanaşsın. Sən bilirsən ki, bu sənə Allah qatında yəni, ya fayda verəcək, ya da sənin üçün ziyan olacaqdır. Həqiqətən də deyir ki, ikinci deyir, duruş isə Allah Azza və Cəllənin qarşısında qiyamət günü olan duruşdur. Və deyirsən, bilirsən, ümumiyyətlə deyir, o qiyamət günü duruş nə boyda, yəni nə qədər bir məsaf olur, nə qədər müddət olur. Yəni 50.000 il insan Allah Subhanahu taalanın qarşısında duracaq. 50.000 il hesab. Yəni insan baxsa ki, misal üçün bu dünyada nə qədər yaşaya bilir? 70 il, 80 il, 100 il. Ondan nə qədər yaşayasan ki? Yəni bəzən görürsən ki, insanın hələm yarısı gedir əddi buluq vaxtına, ona çatana qədər, yarısı nə bilim yuxusuna, yeməyinə. Yəni insan ömrü çox qısadır. Hələm o da ki, heç bilmirsən nə qədər yaşayasan. Bunun da içində Allah Subhanahu taala sənə verdiyi möhlətdə o namazları zayi etməyin. Qiyamət günü qarşılaşacağın nədir? Yəni sənin qarşılaşacağın, belə deyək ki, namazlarınla qarşılaşacağın zaman insan onda utanacaqdır. Ya utanacaq, ya da sevinəcəkdir. Bəzən görürsən ki, insan namazda elə bir namaz qılır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem necə ki, münafiqləri vəsf edəndə deyir ki, əsr namazı haqqında deyir ki, onlar gözləyərlər deyir, günəşin saralmaq vaxtına qədər uzadarlar. Sonra deyir, nə deyir? Xoruz kimi necə dənliyir, deyir, tezbazar səcdə eləyib, salam verib namazı bitirərlər. Bilin ki, bu namaz deyir, münafiqlərin namazı. Və Allah Subhanahu taala nə deyir münafiqlər haqqında? Onlar deyir, namazda, ümumiyyətlə onlar وَلَا يَسْكُرُونَ اللّٰهَ إِلَّا قَلِيلًا. Onlar Allah'a az zikr edirlər. Namazda baxırsan, insan əlavə zikri öyrənmir. Namazda 20 ildir ibadət eləyir. Yəni, bir dənə əlavə dua namazda öyrənməyib bu adam. Əlavə olan başqa bir zikr eləmir. Sübhanə Rabbiyəl azim, Sübhanə Rabbiyəl alə. Bəlkə Peyğəmbər salsan başqa bir zikir deyibdir. Yəni, namazımı Allah'ı daha çox zikirlər keçirdim. Qiyamını uzadım. Yəni, bu şeylər insanı neynəməlidir? Düşündürməlidir. Çünki bu insan namazından mümkün böyle eyni cür namazı, eyni illər, eyni cür qılıb, yəni əlavə zikir artırmadan, Allah çoxlu zikir etmədən ondan ləzzət alması mümkün deyil. Çünki insan Rəbbinə qarşı ibadət etməyə neynəməlidir? Vəsilələr axtarmalıdır. Belə deyək də, qardaşlar, misal üçün, sənin bir dənə bir vəzifəli, hansı ki bütün xeyirlər sənin ağlıyla götürsə, insan ağlıyla, onun əlində olan pullu, istəsə sənə 2 dəqiqə, misal üçün, evdə alar, sənin üçün maşın da alar, güzaranını düzəldər. Bu insana sənin yanaşman nətər olar? Deyəsən, onun görüm,
ən xoş olan vaxtları hansıdır? Sevdiyi kəlmələr hansıdır? Yəni, neyniyim ki, onun xoşuna gəlim? Nətər eləyim axı ki, bunun bir dənə elə bizim o bir ara söz var, deyirlər, damarını tutum ki, onun xoşuna gələn vaxtım olsun. Yəni, aləmlərin Rəbbinə qarşı bizim yanaşmamız əslində belə olmalıdır. Hansı məqamlarda Allah Azza və Cəllənin rəhmətinin daha geniş olan vaxtıdır? Hansı əməllərdir ki, Allah onu eləyəndə sevir? Mən o əməllə Allaha yaxınlaşım. Hansı əməllərlə, hansı sözlərdir ki, Allah spontala ondan razı qal? Namazımda onu deyim. Yəni, bax, o insanların nədir? Yəni, bizim əslində yanaşmağımız bu cür olmalıdır. Və sonra şeyx burada gətirir ki, insanın həmçinin də namaz haqqında lazım olması, bilməsi lazım olan şeylərdən biri də nədir? Yəni, insan bilməlidir ki, Allah Azza və Cəllə onu təkcə özünün gözəl şəkildə namaz qılması ilə təkcə mükəlləf etməyibdir. Allah Azza və Cəllə deyir ki, Taha surəsində deyir ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا deyir ki, əhlinə namaz qılmağı, yəni ibadət namazı ilə əmr et, özün də onun üzərində səbirli ol. لَا نَسْأَلُكَ رِزْقًا biz səndən ruzi istəmirik. نَحْنُ نَرْزُقُكَ əksinə biz sənə ruzi veririk. Və sonra Allah Subhanahu deyir ki, وَالْعَاقِبَةُ لِلتَّقْوَى yəni, aqibət son təqva əhli üçündür. Bu ayədən ümumiyyətlə bir çox faydalar çıxır, qardaşlar. Faydalardan biri nədir? Yəni, Allah Subhanahu bizi əhlimizə namazı əmr etməklə vacib etməsidir. Çünki xitab Peyğəmbər sallallahu aleyhi ve sellem olsa belə, nəzərdə tutulan kimdir? Bütün ümmətdir. Və şeyx burada gətirir ki, yadınıza deyə saxlayın. Evdə olan bütün boşluqlar ilk olaraq kişinin evdə olan boşluğundan əmələ gəlir. Yəni, bir kişi evdə özü mümkün deyil ki, namazı haqqı ilə iqamə etdiyi halda evindəkilər namazı səhlənkar olsunlar. Bil ki, deyil, ilk olan səhlənkarlıq ondadır. Əgər insan özü namazlarına səhlənkarlıdırsa, qardaş, sən özün evdə başqa bir şey gözləmə. Şeyx ona görə deyir ki, Allah Subhanahu insanın özündən sonra əmr etdiyi nədir? Əhlinə namazı əmr et. Sən idarə etməlisən, sən aləmə evdə, sən tələb eləməlisən namazı. Yemək biraz geç pişən kimi, az qalır kişi arvadın gözünü çıxartsın ki, niyə yemək geç pişibdir? Amma üzr istəyəm ailəsində qadın gətirib zöhrü əsrə yaxın qılanda, tam çıxa-çıxda bir dəfə ona narahat eləmir ki, namazı qılmışsınız ümumiyyətcə. Namaz bu evdə nətər qılınıbdır? Yəni, kişini əsas maraqlandıran hissə bu olmalıdır. Çünki o özü idarəçidir evində. Yəni, səndə boşluq varsa, yəni sənin özündə namazın qədri yoxdursa, dəyəri yoxdursa, mümkün deyil, sənin dediklərində bərəkət olsun. Sən övladından həmən təqvanı, həmən o insanları çirkin və pis əməllərdən çəkindirən namazı görə bilmərsən. Sənin boşluğun var. Sənə Allah Subhanahu deyir, əmr et. Deməli, birinci özün onu haqqı ilə yerinə yetirəndən sonra Allah Subhanahu onu övladlarından tələb edəyəsən. Vallahi, yəni sanki insan bilirsən necə yanaşmalıdır bu məsələyə. Yəni, insan bilməlidir ki, onun övladına namazı əmr etməsi, əhlinə namazı tələb etməsi, onları oddan çıxartmağından bərabərdir. Yəni, sanki bu səhər-səhər övladını sübh namazına durğuzanda, bilsin ki, yəni, yatıb qalsalar, qardaş, bunlar oda girərlər. Mən onları oddan xilas etmək üçün o cür can atmalıdır. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisdə gətirdiyinə baxın. Kim əsr namazını vaxtından ötürərsə, sanki ailəsini, malını, uşağını bütövlüklə itirmiş kimidir. Sən hesab elə ki, bir insan Allah uzaq eləsin. Gəlir evə, görür ki, ailəsi, bütün malı, mülkü, hamısı tələf olub.
onun halı nə zor ola bilər? Təsəvvür edirsiniz hədisin əzəmətini. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, bir insan əsr namazını buraxanda, bax o onun hökmündədir onun üçün. Sanki hər şeyini itirmiş kimidir. Kimsə bizdən əsr namazını görərsən ki, bəzən özü bilərəkdən gətirir, elə qılaram deyə, hansısa bir yüngül bir şeyə görə. Kiniyət gözləyir. Ay, mən ona nə deyərəm? Məni çağırır, bəs onda mən ona nə deyim? İnsanlardan utanır. Filan kəs gəldi, ona görə məcbur oldu, qardaş. Bu sözlər bilsə nə deməkdir? O, insanın qəlbindəki tövhidin zəif olmasından xəbər verir. Niyə? O insan Allah Azza və Cəllənin əzəmətini tam dərk etməyibdir. Məxluqun sözünü, məxluqdan daha çox utanıbdır bu məsələdə. Allahdan utanmayıbdır. Qınaq baxımından demirik, insanın imanı zəifləyib o hadda düşə bilir. Ona görə də insan imanı ilə maraqlanmalıdır. Və yaxud o dərsin əvvəlinə gətirmişdim iman məsələsini. Onu elə belə gətirməmişdim. Baxın, sahabələrin imanı nə daxil oldu ki, onların qəlblərinə ata oğulla döyüşdü. Onların qəlblərinə nə daxil oldu ki, oğul atanın mülkündən imtina elədi. Gəldi, kəfən tapılmadı onun üçün. Başına çəkəndə ayağı açılırdı. Nə idi ki o? O həmən imandır. Bax, o imanı insan qədrini bilməyəndə hər şeydən qorxacaqdır. Vallahi hər şeydən qorxacaqdır. Əlindəki mülkü itirməkdən qorxacaq. Bilmir ki, vallahi onu verən ona Allahdır. İnsan anadan olanda heç nəsiz olubdur. Heç nəsiz olubdur. Vallahi hər şeyi bir Allah verib ona. Bax, göz verib, qulaq verib, qəlb verib, yaraşıq verib, sonra nə verib? Ana verib, ata verib, bacı verib, qardaş verib, qohum verib və ətrafında sən yekəldikcən iş yoldaşları, o, bu, bunların hamısını sənə Allah veribdir. Və sənə bunları verən Allaha o verilənlərə görə heç havası olmamalısan. Və bu iman insanın qəlbində köhnəlir, qardaşlar. O köhnəldikcə onun namazına da təsir eləyir, tövfinə də təsir eləyir. Çünki baxın, Allah Azza və Cəllə bizə nə deyir? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları Allah'a ibadət etməkdən ötəri yaratmışam. Bax, bu ibadət ki var, bizim yaradılış qayəmizdir, düzdürmü? İnsan Allah Subhanahu necə ibadət eləyə bilər, əgər onu tanıya bilməzsə? Deməli, mütləq olaraq nə lazımdır? Allah haqqı ilə tanımaq lazımdır. Sonra nə etmək lazımdır? Allahın tanıdığın, onun əmr və qadağalarını bilməlisən. Onu da bunun hamısı gəlir, harda ilişir? Elmdə. Sənin elmin olmasa nə Rəbbini tanıyasan, nə onun əmr və qadağalarını biləsən. Burada artıq elmin və elm əhlinin fəziləti ortaya çıxır. Ki, insan bilməlidir ki, qardaşlar, yəni, nə elm tələbəsi özünü çəkməlidir yuxarı ki, mən elm tələbəsiyim. Yox, əslində sən yaradıldığın, nə məqsədlə yaradıldığınsan, o bir insanlardan fərqli olaraq sən yaradılış qayəni öyrənmək üçün Allah Subhanahu sana bir nemət verir. Nə də ki, insanlar o bir insanı şişirdib həddindən artıqa çıxartmamalı. Çünki nədir? Onun o boynuna olan vəzifəni yerinə yetiribdir. Vəssalam. Sən yerinə yetirmədiyinə görə onu mədh edilməməlisən. Özünü tadı qınamalısan. Mən niyə dala qalmışam ondan? Əslində mən də Allahı tanımalıyam axı, haqqı ilə. Aydındır, qardaşlar. Ona görə də, baxın, yəni, bu ayəyə yenə qayıdırıq. Allah Subhanahu nə deyir? وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا. Və onun üzərində namaza səbirli ol. Deməli, burada nə dəlil çıxır? Yəni, namaza davamiyyətli olmaq üçün insanın səbrə ehtiyacı var. Nəfsi ona, şeytan, ətrafda olan şeytanlaşmış insanlar ona mane olacaqlar. Onu namazdan eləməkdən ötəri yuxu da gələcək. Hamı yatmaq istəyir sübh namazına. Kim istəmir ki, dursun, qılsın, kravata yıxılsın, yatsın? Nəyə görə insan dursun, məçidə getməsin ki? Niyə getməsin? Yəni, nəfsə xoş gəlmir axı, ağır gələn şeydir. Deməli, səni buradan qaldıran var. Həmən o imandır. Və səni orada qaldırmayan var. O da həmən imandır. Köhnəliyib, zəifliyib.
Ona görə insan bəzən görsən ki, qardaş var, vallahi o vaxt Ləzgi məscidində biz namaz qılanda, qardaş hardan piyada çıxıb gəlirdi, gizli Yasamaldan gəlirdi Targovaya da həmə şeyə, Ləzgi məscidində, piyada. Nə idi onu elə durğuzub gətirən? Qəlbindəki iman, addımlarını, savablarını umurdu. Nə idi onu elətdirən? Qəlbindəki iman. Yəni, insan səbirli olmasa, bu məqamlara çata bilməyəcəkdir. Ona görə bilmək lazımdır ki, bu ayədən çıxan faydalardan insanın namazdan türklər demişkən alıkoyan da, belə deyək, ayıran, onun üzərində istimrarlı və davamlı olmaqdan mani olan nələr var? Amillər var, çoxdur. Bunun nəfs də var, şeytan da var, şeytanlaşmış insanlar da var. Hansı ki, nədir? İnsan namaza başlayanda da görsən, işi gücü yoxdur, gəl deyir ki, heç yenə qədər səndən maraqlanır ki, sən deyir, cavan oğlansan. İndi namaz qılar. Namaz 50 yaşdan sonra başlayır. Baxırsan ki, nədir? Şeytan axtarıb birini tapıb da göndərib üstünə. Ordusudur. Ona görə insan nə etməlidir? Bilməlidir ki, həqiqətən də namaz insanın davamiyyətli olması namazda səbrə ehtiyacı var. Səbrə ehtiyacı var. Müəyyən nəfsi istəklərdən keçərsən, yəni yeri gəldə yuxunu haram qatarsan, yeri gəlsə, nədir? Başqa istəklərindən keçərsən, hamı istəyir artıq işləsin. Namazın vaxtı gəldi, qardaş, işini saxlayırsan. Bu da özü imtihandır. Niyə? Peyğəmbər s.ə.v hədisdə nədir? Deyir ki, dünya möminin nə idi? Zindanıdır. Kafirin də cənnətidir. Yaxşı, bir sual verirəm. Baxın, möminlərin içində də zəngin adam var. Pullu var, qardaş. Pulu var. İstədiyini yeyib alıb yeyə bilər. İstədiyi qədər gəzə gedə bilər. Nətər oldu ki, bunun anda zindan oldu bunun üçün? Bu sualın cavabı nətərdir? Bu sualın cavabı nədir? Baxın, bu mömin qardaşın nə qədər pulu olsa da, o istədiyi yerə xərcləyə bilmir onu. O Allahın istədiyi yerə xərcləyir. O, bu xərcləmək istəyən nə pulu? Fikirləşir. Olar, olmaz. Əmir qadağalar harada olur? Zindanda olur. Da düzdür mü? Deyir ki, falan şey et, falan şey etmə. Kafir isə nə qayırır? Ürək istədiyini heç belə düşünmədən gedir, domuz əti də yiyəcək, ondan da içəcək. Onun üçün yoxdur əmir qadağa. Amma varlı insan nə qayırır? Düşünür ki, yarı, bunu gedirəm, məsəl üçün, gedirəm restorana. Falan şey var, biriniz, olar qardaş bundan yemək. Belki bir tələbəyə zəng eləyək. Olar bundan yemək. Mesela halaldır bu. Niyə soruşur? Pulu var da, istəsə eləyər. Çünki o bilir ki, onun pulunun da, istəyinin də, hamısının idarəçisi nə var? Allahın olar olmazlarıdır. Onun üçün zindandır. Çünki zindanların içində də fərqli var da. Məsələn ki, dünya zindanlarına var, kiltisi var, nə bilim, ümumi rejim var. Kasıb üçün biraz bir çətindir, lap çətindir. Varlı üçün biraz rüxsat, amma yenə də o da zindandadır. O da zindandadır. Çünki o əmir var, qadağaların içindədir. Və Allah Subhanahu nə deyir sonra? Lə nəsəlükə rizqan. Baxın qardaşlar, namaz ruzunun artması üçün birbaşa bu ayədə dəlil var. Allah Subhanahu deyir ki, biz səndən ruzu istəmirik, namaz qıl. O bəzilə deyir ki, namaz qılmaqla adamı pul verəcəklər mi? Vallahi Allah Subhanahu deyir ki: "Və men yettaqillâhe yec'allehu məxrəcə və yerzuqhu min haysu la yahtasib." Deyir ki, kim Allahdan qorxarsa, ona düşdüyü çətinlikdən çıxış yolu göstərərəm, ağlına gəlməyən yerdən ona ruzi verərəm. Sənin nə qədər düşüncəyin yerin var? Misal üçün da bir maşın ustası var, düşündüyü yer nədir ki? Misal üçün, maşın gələr, maşın düzəldərəm falan. Bir də görsən ki, sənin ağlına gəlməyən yerdən Allah Azza və Cəllə nədir? Sənə ruzi verir. Nə qədər olur qardaşa verir? Nə qədər? Adam misal üçün, yəni qardaş var, danışırdı ki, deyir, evdə, yəni deyir, çıxmışam, işdən çıxdım, məscidə gedirəm, deyir. Niyyətləndim ki, gedirəm məscidə. Deyir, getdim, deyir, Astanovka çatanda dayanacaqda zəng gəldi. Böyrümdəki iş yoldaşım ki, qayıt, sroşlu müştəri var. Gəl buna ən azından bir-iki yerlərini sök, versin sana, çıx getdə. Deyir, mənim də cibimdə inan ki, marşrut pulundan başqa heç nə yoxdur. Dəyişək pula ehtiyacım var. Deyir, vəsvəsə gəldi ki, qayıt da, onsuz da pulun yoxdur. Alə,
uşaq, birinci göl adamın yadına şeytan nə yazır? Bəs ailənin haqqı, bəs övlad. Dedim, yox. Mən Allah üçün çıxmışamsa, Allahın izindən qayıtmayacağım. Mən məscidə gedirəm. Bu gün ibadətdir. Dedim, qardaş, ver iki nəsə, problem yoxdur. Yəni, mən artıq gedə bilmirəm. Yəni, mən işim var, gedərəm. Deyir, inan ki, deyir, adam zəng elədi bir də kimsə üçün. Baxda, yəni, heç olmasa, gəl, qayıt, biz bir şey elə gedəm, mən heç olmasa bir işi sana verə bilim da. Bax, insan ağlına gəl, bu mənim iş əlimdən çıxdı da, bu mənə işi verən, buydu axı. Deyir, getdim, heç nə demədim, çıxdım, getdim. Deyir, səhər-səhər gəldim ki, həmən iş mənim qapımızın ağzındadır, gözləyirlər, problem çıxıb deyirlər, yox, qoy sabaha qalsın, elə həmən usta gəlsin, söysün. Yəni, ümumiyyətcə, insan bilməlidir ki, mülk aləmlərin Rəbbinin qabağındadır. Sən namaz qıldığın Rəbb var, ha, qarşısında. O elə bir Rəbdir ki, aləmlərin Rəbbidir. Ruzi, qəlblər, hər şey onun əlindədir. Sən onun qabağından qaçmaq üçün tələsirsən, elə yerə qaçırsan ki, qaçdığın yer də onundur. Hara qaçırsan? Ona görə də Allah Subhanahu deyir ki, biz səndən ruzi istəmirik. Sənə əmr edir, namaz qıl. Haqqı ilə namazın qıl. Ona görə baxırsan, insanların çoxsu şikayət edir ki, qardaş, sıxıntı içindəyəm. Malımın bərəkəti yoxdur, sıxıntıdayım, qardaş. Mən neyniyim? Alimlər nə deyir? Deyir, Allaha ibadət et. Hamı yatanda dur. Qalx Allah Azze ve Celle şikayət elər. Öz halını, yəni halınla ibadət elə, zikr elə, cüməyə tez get, addımlarını çoxalt, Allahla tək qalan vaxtlarını çoxalt. Sıxıntın yoxdur, sıxıntının həll yeri oradır da, qardaş. Yəni, insanlara danışmaqla sıxıntı aradan qalxmır. Ona görə də Allah Subhanahu deyir ki, əslində sənə ruzini də verən bizik. Və sonra görün, elə bir ayənin sonu Allah Azze ve Celle elə bir şeylə tamamlayır ki, qardaşlar, bu hər bir məsələdə meyyardır. Deyir ki, وَلِعَاقِبَةُ لِلتَّقْوَى Bilin ki, ümumiyyətlə deyir Allah Subhanahu sonuc təqvanındır. Kim təqvalı olacaqdırsa, yəni uğur onundur. Hər bir məsələni daxil et buna, qardaş. Bax, sən də dəvətə başlayırsan, mən də dəvətə başlayıram. Sən də elm tələb eləməyə başlayırsan, mən də elm tələb eləməyə başlayıram. Sən də ticarətə başlayırsan, eyni ticarəti mən də başlayıram. Nətər olur ki, filan kəs elm tələb eləyir, azır, o birisi elm tələb eləyir, təqvalı olur. Allah onun əli ilə insanlara hidayət verir. Nətər olur ki, biri elmi öyrənir, gedir insan Allahın dininə zərbə vurmağa başlayır. O birisi isə elm öyrənir, Allahın dininə yardım eləməyə başlayır. Səbəb nədir? Yadınıza saxlayın. Bir şeyin ki, başlanğıcı gözəl, sonu pis olubdursa, bilin ki, onun başlanğıcında təqva olmayıb, qardaşlar. Çünki Allah Subhanahu bir çox yerdə deyir ki, وَلِعَاقِبَةُ لِلْمُتَّقِينَ Son təqva əhlinindir. Yəni, müttəqilərindir son, qardaşlar. Ona görə də istəyirsən, bax, bu dünyada, istəyirsən ahirətdə, son haradır? Ahirətdir da. İstəyirsən, o ahirətin yaxşı olsun, asan da olsun, sorğu sualın, qəbir, hamısı bu dünyada təqvalı ol, qardaş. Əgər son insanı pis qutarırsa, insanın sonluğu pis qutarırsa, deməli, İslamında, qardaş, təqvası yaxşı olmayıbdır onun. Onun təqvasında problem olubdur. Qayda, sabit qaydadır. وَلِعَاقِبَةُ لِلْمُتَّقِينَ Yəni, müttəqilərindir son. Ona görə də insan təqvalı olmağı öyrənməlidir. Öz həyatının meyyarına bunu salmalıdır. Və inşallah burada dayanaq. Allah Azze ve Celle'nin izni ilə Rəbbim bizə işli faydalardan eləsin. Allah Azze ve Celle'den istəyək ki, Rəbbim bizim elmimizi artırsın. Allah Azze ve Celle'ni bizi gözəl şəkildə tanımağı müvəffəq etsin. Allah Azze ve Celle bizi elm və əməli cəm etməyə nəsib eləsin. Rəbbimizdən istəyək ki, bizim də bax bu evdə, həqiqətən də bu evdə bir çox tələbələr, hansılar ki, indi çoxları dəvətdədir, hamısının bu evdən başlayıblar elm öyrənməyə. Elələri vardı ki, burada hafiz oldu, getdi. Elələri vardı, burada oxumağa başladı, ərəb dilini getdi, Mədinə Universitetinə oxuyur. Eləsi var, qutarıbdır, eləsi var, Məkkəni oxuyur. Hamısının, bax, bu Allah Subhanahu bərəkət versin, bax, bu evdən başlayıb. Bu evdən bizimlə birlikdə elm öyrənməyə başlayan qardaşlarımız var ki,
İndi aramızda yoxdur. Allah Subhanahu istəyir ki, Rəbbim onun günahlarını bağışlasın. Allah Azza və Cəllədən istəyir ki, Rəbbim bizə gözəl sonluq versin, qardaşlar. Necə ki, bizləri bax, belə gözəl məclisdə cəm edir. Allah Azza və Cəllə bizi Peyğəmbər sallallahu aleyhi ve sellem Kövsər bulağının ətrafına cəm etsin. Rasulullah sallallahu aleyhi ve sellemin bulağından, onun əlindən su içməyə nəsib etsin. Və o kəslərdən etməsin ki, mələklər desin, deməsinlər ki, bunlar sən bilmirsən, ya Rasulallah, səndən sonra nələr ediblər. Allah Azza və Cəllə bizi sabit eləsin. Rəbbim bizi təqvalı eləsin. Allahın dininə yardım eləyən kəslərdən eləsin. Allahın dininə, qardaşlar, yardım eləyənlərdən eləsin. Heç olmasa, ya Rab, bizi Allahın dininə yardım edə bilmədiyimiz halda ona zərbə vuranlardan etməsin. Allah Subhanahu sonumuzu gözəl eləsin. Doğrusunu Allah bilir. Subhanakallahumma rabbana və bihamdik və nəşhədu an la ilahe illə ent və nəstəğfirullah və nətubu ileyh.